Assalamun aleykum və rəhmətullah və bərəkatuhu. Buradan bütün Bakı TT Fight kluba salamlarımı çatdırıram. TT Fight kluba kim məşq edirsə, Nəriman Abbasov, Səbuh Uğuliyev, Elnar Abdullayev, Hüseyin Əliyev, hamısa salamlarımı çatdırıram. Federasiyamızın baş prezidenti, MMA Pankration Əlbəxəzov baş prezidenti, Azad Əskərova, Akşin Babaya, Ruslan Fight Club, hamısına Ruslan müəllimə böyük salamlarımı çatdırıram buradan, Gəncə Basar zonasından. Gəncə Basar zonasında bir həftə zalımız açmışıq müəllim. Gəncə Fight Club açdıq. İnşallah nailiyyətlərimiz daha yaxşı olar. Mən özüm bilirsiniz ki, Çiqat Asiya, Gürcistan, Çiqat Türkiyə çempionuyam. 2 dəfə də Azərbaycanda Zaqafqaziya kəmərinin sahibiyəm, Mahaçqala, Çeçenistan çempion olmuşam. Yanında da idmançı qardaşım oturub, Təbrizdir. Təbriz müəllim özü Çiqat Yunan Roma güləşi üzrə çempiondur. Hal-hazırda necə deyim, Gəncədəyik, Karavani adlı yerdəyik. Burası bizim Karavanidir. Pivə içməyimə baxmayın. Sizin hər birinizin, hamınızın sağlığına içirəm buradan bu bakallı bu pivəni. Yenə də unutmuram, yadımdasınız. Bizim böyük qardaşımızdır Təbrizdə. Salamlarını çatdır. Salam əleykum. İndi fikirlərimi çatdırmaq istəyirəm sizə. Bizim qardaşımız Cəlal Gəncədə gəlibdir, çoxdan görmürdük. Gəncədə bal açıqdır özünə, məşqlərini keçəcək MMA üzrə. Çox yaxşı, tələbələri çoxdur. Uğurlar arzulayırıq dostum kimi. Çox sağ olun.